Samir gizli Liverpool fanatıdır. Xəbərim var bundan. Jasad basketbol oynamağa gelmişdi. Hansı bir məhəllə arası çempionatda elə bir. Əla futbolçularımız da var idi. Sən çempion olmursan, Qapçımız da vardı. titulsuz başa vurursan, Bəlkə də çempion ola bilərdilər. Yevrokubokda birinci mərhələdə uduzursan. Galatasaray ən böyük klubdur. Amma Neftçi ömür boyu bir nömrəli klub sayılırdı Azərbaycanda. Qurbanov qovdular. Qarabağın uğurları kölgəyə salıb Neftçinin əzəmətini deyə. Uzun navesdir bura. Adam naves olsun. Adam naves. Kölgə başqa şeydir bura. Amma elə bil oyunçular deyiblər ki, oynamır. Mən bir 4 il bakalavrda, 2 ildə magistrda idarə etmə oxumuşam. Dur çıx bayrağa. Dur çıx bayrağa otaqdan. Bu krosana çox datdı. Allah onun canını sağ eləsin. Bəli. Dalandırdı hamımızı. Və Dongfengin də canı sağ eləsin. Onun şotuna veriliş çəkirik bu dəqiqə. Yaxşı bir dənə intro oldu. Kısaca Dongfeng yox. Ojan hepsare tam. Dongfen. Ojan hepsare tam. Dongfen? Hə. Bizim makasda bir dənə Çinşunas izləyicimiz var. Hə, gördüm mən kommentlərdə. Mənə yazıb. Dostum, biz- Dongfen. Marketinqlə görüşə gedəndə orada marketinqlə Dongfeng deyirdik. Sevinç xanım salam. Ya da bilmirəm, siz demirdiniz, mənim yadımda elə qalıb. Don Pen. Zarafatsız, mən birinci dəfə görüşə gedəndə orada salonlarında maşınlar var. Bir dənə pick-up var idi orada. Tezə ya da Azərbaycana tezə gəlməyə tezə istehsal ediblər. Mən uşaqlıqdan belə hündür maşına şeyim oydu. Pick-updan ötürü ürəyim getdi də. Mən uşaqda bir sənə tema var idi demişəm. Elə bir nə qədər bu Amerikanski kinolar baxdım, o kovboylar, western kinoları, fermer zad, o Kurtoy fermerlər olur, Jason Statham'dan zatlan yəni. Ya ondan qabaq Clint Eastwood zatlar. Rancho işlədilirsən falan. Ümumiyyətlə Liboy Amerikanın kinosunda yəni o rancho söhbəti var da. Milliləşdirirlər hər şeyi. Ona görə də həmişə belə deyirdim ki, mənim qapımız adam olacaq. Sırt böyüdüm, heç maşınlara ümumiyyətlə həvəsim yoxdur. Yo, mən o dediyim keçən pick-up'ı görəndən sonra sən dediyim bir dənə yeni layihə var idi Qarabağa gedən. Sırf o layihənin üstünə düşmüşəm ki, həmin buraxılış üçün bizə pick-up versinlər, pick-up'a oturum gedəyəm. Üstünə bir dənə pulemyot da. Qarabağa gedən yol pulemyotla heç o da öyle idi amma. Yəni bir daha təşəkkürlər Dongfengə. Dongfen Azərbaycan. Dongfen Azərbaycan. 1969-cu ildən bizimlə. Bir dənə sizə sual. Twitter'da görmüşəm, keçən dəfə yenə ingilislərin Twitter topiklərini fırladıram. Belə bir mövzu açmışdım. Bunu sonra başqa klublarda aparacağım. Hələ ki azarkeş olduğumuz klublarda Milan, Manchester United, West Ham və Liverpool. Liverpool fanatı kim çıxardı bu arada? Samir gizli Liverpool fanatıdır. O şey gizli geyin fanat versiyası. Gizli Liverpool, gizli Barcelona. Gizli Chelsea də var. İngiliz bayrağı. Mən latent deyiləm. Deməli, sual bundan ibarət. Azarkeşi olduğunuz klubun tarixində sizə imkan verirlər ki, bir hadisəni dəyişmə şansınız var. Bu, misal üçün, ola bilər Bavariya azarkeşisiz 98 finalın gedişini dəyişirsiniz ki, o qolu vurmasın və nə bilim bir futbolçu transfer. 98-də? Ya misal üçün də 99-da prosto var buna görə. Mən 98 deyirəm, okey. Yəni elə bir hadisə var, dəyişmək istədim. Misal üçün Milan tarixi. Əlbəttə ki, istəyirəm. Bir dənə. 2005 Çempionlar Liqası finalı Liverpool'la. Bir dənə kubok, yəni o şansı bir dənə Bir dənə elə bir kimi nə bilim. Hansı bir məhəllə arası çempionatda elə bir. Yox, yəni əlvə o şans düşmüşkən daha qlobal bir şeydir. Misal üçün nə mənada belə bir şey? Milanın mali problemləri falan tənəzzülə getdi də son illərdə. Misal üçün orada elə bir şey dəyişərdi ki, Milan o günləri görməsindən bir şey zirvədə qalsın. Elə bir şey dəyişir. Mənim misal üçün əmdə imkan olsaydı elə bir şey dəyişərdim. Sən United'dan eləyirsən, çünki United'da pul daha çoxdur. Milanda bu qədər pul yoxdur ki, bu qədər borca girsin. Borcu o qədər də yüksək yox idi. Deyildi yəni. Ona görə mən 2005 finalı. Sən də. Mən çox yaxın dövrümlə bir dəyişik edəcəm. Mənim əmdə imkan olsaydı Cristiano Ronaldo'nun transferinin qarşısını alıb Ruben Neves'i alardım United'ə. Dur çıx bayrağa. Dur çıx bayrağa otaqdan. Yox, nəyə görə? Məntiq orada nədir? Məncə Samir orada mənimlə razılaşır. Çünki Olenin həmin mövsüm Zapazda Cavani'si var idi, Martial nəsə iş görürdü 9 nömrə. Kim sadəcə o Thanos'un əlcəyində o yeganə daş Ruben Neves'in yerində. Ruben Neves'i almaq üzrə idilər də. Çünki həmin Wolverhampton'un prime idi Ruben Neves'in.
Onun üçün. Ya da başqa bir altı Declan Rice Hə, alalım. sən Misal üçün. ikinci Ronaldo'nun gəlişini deyirsən. Ha da bayağı Hə, yox, nə? Yox, birinci. Yox, birinci. Çaşıb hala bu. Yox, birinci nə deyir? Hə, ikincini deyirəm. Hə, Yəni sonra orada o qalib əlcəkdəki son nöqtə o mövqe üçün bir futbolçu idi. Onu eləməyib Ronaldo-nu aldılar. Ondan sonra artıq o Solskjaer'in qurduğu təməl sarsıldı və az aşağı getdi. Abi sən onun səhvi nədədir? Məncə uzun müddət. Nəinki onun. Mənim səhvim yoxdur. Gözəl. Bütün bu top klub fanatların səhvləri ancaq kuboku düşünürlər. Mən misal üçün Milan zəkeş olsaydım. Çox üzrəm. İndi mənə mi söz soxdu Manchester Sən də heç də hamıya. Top klub Siz çoxdan deyil. top klub deyilsiniz. deyə. Mən nəyə gətirirəm? Misal üçün Milan fanatı olsaydım, mən bir sənə dəyişərdim. 2005-2006-cı ildən, 2004-2005-ci ildən sonra komandanı yavaş-yavaş update eləyərdim. Çünki Milanın bu krizisi sırf bu qocaların getməsidir. Qocalar getdi, əvəzici Qoca nə olmadı. vaxt getdi? 2007-də getdilər. Kimsəndir? Nə vaxt getdi qoca? Macin 2009-da. 2009-da getdi. 2012-də bütün başqaları. Sonra 2009 burada. 2009-dan bu yana çabalayırsınız da. 2011-də çempion Hadi oldu. 2 dəfə çempion olmusunuz 10 ildə elə şey olur. Güzel çabalayıb da 2011-də çempion oldu şeydə çabalayırsınız da də. burada. Həmin qocalar da olublar da çempion. Nesta da var idi. Bildim Zambrotta də, da var yəni idi. sastavı təzələmək lazımdır. Eyni sizdə də problemdir. Yəni Ruben Neves'lə yox. Sən problemi 2009-da, 2011-də gör. Harda ki Scholeslar gedirlər, sonra heç kiminə əvəz edə bilmir. Scholes'u obratını qaytarır Ferguson. Ha, Problem oradan başlayır. Məntiq ondan geçsə, onda 2009 yox, 2005-də Glazerlər almasını dəyişərdi. Aysa. O da fərqin Yes. zillidir. Özün bilirsən məşhur at yarışları teması Aysa, falan. problem burdadır. Misal üçün West Ham'da mən nə dəyişərdim? Mən dəyişərdim azarkeşlərin Frank Lampard'a qarşı rəftarını. Saxlamaq istəyərdim. 2000-ci ildə Frank Lampard qalmalı idi, Harry Redknapp qalmalı idi və bu komandaya vəsait verilməli idi. Çünki Joe Cole, Glenn Johnson, Frank Lampard, onlardan bir il sonra Michael Carrick, Qəşəng futbolçular da çox olub üstün oyunlar. plus Di Canio, plus Rio Cocker. Rio Cocker yox. Mesela Rio Cocker oxşar bir futbolçu var deyim, Sinclair. Michael Plus Carrick Sinclair. üzrsən Trevor neçənci il Sinclair. dedin? Michael Carrick neçədə başlayıb? 2001-2002-də. Sonra Akademi- Tottenham oradan Yəni, da akademiyadan o vaxt çıxdı Michael Carrick. Yəni bilməyənlər üçün Michael Carrick də West Ham akademiyasıdır. Plus əla futbolçularımız da var idi. Yəni qapıçımız da var idi, Shaka Hislop. Yəni davam eləyə bilərdilər West Ham. Sadəcə başladılar satmağa, çünki çempionşipa düşdülər. Conte var idi. Yəni Conte bizdə birinci dəfə oynadı Freddy. Premier Liqada, yes. Sonra Tottenham keçdi. Və düzgün idarə olunmadı, çünki azarkeşlərin baskısı var idi. West Ham hələ də azarkeşlərin klubu kimi gedirdi və azarkeşlər orada gic-gic futbolçulara dəstək vermişdilər, amma Frank Lampard demişdilər ki, sən sırf atasının şotuna burada oynayırsan, bir də dayın, sənə kuzinin sənə məsciddə, ona görə sən oynayırsan. Harry Redknapp çoxlu davalar eləmişdi buna görə onlarla. Axırda bezdi, özü də getdi və West Ham çempionşipa düşdü və sonra çabaladı, oradan sonra da qayıtdılar və yəni o heyətlə bu ola bilərdi. Demirəm Manchester United-ın 92-ci klası ola bilərdi. Amma ən azı olaraq Manchester United 90-cı klas trend yoldan. Bax belə bir şey ola bilərdi. West Ham möcüzəsi də. Yes. O qədər alçaltmır məncə. Bəlkə də çempion ola bilərdilər. Çünki yetkin Joe Cole, yetkin Lampard, Glenn Johnson sonra getdilər 2 ildən sonra Chelsea-ni çempion elədilər. Mourinho hamısını aldı. Mənim yadıma gələn ki, West Ham həmişə o Big Six klublarını yaxşı futbolçularla bəsləyib son illərdə biraz Rice çıxsaq o yoxdur elə bil West Hamda. Rice o yoxdur. Çünki son illərdə ümumiyyətlə akademiyalara şans vermirlər. Barcelona çıxma şərti ilə bir də PSG-nin çıxma şərti ilə akademiyaya şans demək olar ki, vermirlər. Hansı klub şans verir? Biz öz akademiyamızdan çıxanların anasını deyə səsini çıxarda bilmirəm burada. Nice. Chelsea nə edir ki? Chelsea elə bütün akademiyanı satırdı ora. Amma Chelsea akademiyası indi bütün yəni Yox, oynayırlar. Mən demirəm, söhbət Chelsea-nin özündən gedir bura. Chelsea öz akademik Mason Mount və Reece James'i çıxmaq şərti ilə Tomorini satdılar. Chalobah indi oynayır. Yetim bilə Loftus-Cheek, Tammy Abraham zaten Yetim bilə Chalobah. Amma yaxşı ki, yəni Topurov'un qalıb da topladı. Topurov'un deyən ki, oynayırlar da. Oynayırlar bura, bilirəm oynayırlar. Prosta yenə də Chelsea misal üçün o kriz
bölümü var idi. Getdilər 88 dənə futbolçu alırdılar. Amma onlar ondan öncə olublar. Çempionlar Liqasını udublar o cavanlara. Bilirəm də, cavanlarla udmusan da. Sən niyə onları saxlamırsan? İnam yox idi. Amma Lampard qalsaydı imkan verərdi. Lampard'a da imkan vermədilər. Sən gedirsən Badiashili alırsan, Colville alırsan, Disasi. Çaloba ilə Tamoryolardan zəif futbolçu deyil. Sən niyə hansısa Fransadan qamış yeyənə güvənirsən? Özünki vardı burada. Çempionlar Liqasının qalibidirlər özdə. Heç kəs onlara inanmırdı. Bu Chelsea uşaqlar, Abraham'dı, Mount'dı, Reece James'di, nə bilim, Tomori'di, Loftus-Cheek'di, Çempionlar Liqasını qazanıblar. Reece James ümumiyyətlə mən çox bəyəndiyim futbolçu. Zədələr biraz imkan vermədi. O belə potensial bir John Terry valnası var onda hələ də. Əgər 2000-ci illərə qədər İngiltərənin ən yaxşı akademiyaları Manchester, West Ham United, bir də Southampton idi. O 2000-ci illərdən bu yana mən düşünürəm ki, əlbəttə ki, Chelsea akademiyası. Chelsea bir də sonra ikinci yerdə Manchester City hardasa. Manchester City də çox pullar gəldi. Hə, Manchester City pul sayəsində, düz Chelsea də pul sayəsində. İkisi də Chelsea pul sayəsində. Money. Yes, it's all about money. Ancaq pul səbəb, amma West Ham misal üçün, yəni West Ham'ın rayonu elədir də, yəni babat futbolçular çıxır. O East Londondan futbolçular çıxır da. Yəni mən bunu dəyişərdim əgər mən şansım olsaydı. Bəs Liverpoolda simpatiyam var deyə ümumiyyətlə klublar deyəcəm belə fikirləşək də görək nə dəyişə bilərik. Liverpool bir şprisdən bir yüngül winner mentality yükləmək lazım idi. Winner mentality var. Niyə zarafat yerimdə Premier Liqa odur. Məncə Liverpoolda mən həmin o faciəni dəyişərdim. Elə eləyərdim ki, o faciə olmaz. Hansı? Hillsborough? Çünki məncə elə ondan sonra biraz Liverpool eləyərdim də. O da olar. Hər ikisini. Hər ikisini. Okey. Çünki onlardan sonra biraz Liverpoolun məncə camiyyəsinin özündə problem yarandı. Nə mənada? Burada o boyda faciə oldu. 86 nəfər stadionda öldür. 86 nəfər. Yəni bu kiminsə qardaşı, məsələn Gerrardın qohumu da orada var idi, Carragher'in qohumu var idi orada. İstər-istəməz belə şeylər insanın təsir olurdu. Üstəgəl Liverpoolun öz akademiyası oynayırdı o vaxtlarda. Owen, Gerrard, Carragher, Fowler hamısı oradan çıxıblar da. McManaman. Yəni və onlar bu təsir altında, yəni nəsə sübut eləməyə çalışarkən heç nə sübut edə bilmədilər. Və gözlədilər nə vaxt Van Dijk-la Salah gələcək. Yox elə. Sən Liverpool olaraq. Liverpool olaraq deyirsən. Çempionlar Liqasının ayrılıqda olublar da. Çempionlar Liqasını okey qazanıb Liverpool. Ballon d'Or qazanıb şeydi. Michael Owen. Amma mən komanda olaraq deyirəm. Bir də heç nə Liverpoolda bilmirəm, başqa mən dəyişiləsi. Gəl biraz genişləndirim də sual belə futbol tarixində hansısa baxdığımız dövrlər ya da oxuyub təsirləndiyimiz dövrdə ayda kaş bu olmasaydı, ya da bu formada olsaydı dediyiniz bir dəyişmək istədiyiniz hadisə var? A few moments later. Sən belə. Roberto Baggio'nun penalti epizodu. Bayaqdan onu gözləyirəm deyəsən. Doğru. Allah. Mən deyə bilərəm. İtaliya Azərbaycandı. Əynimdə geyindiyim futbol klubu Qurban Qurbanova yola salmasaydı. Burada ikili standart söhbət var. Onu salmasaydı, bəlkə indi Qarabağın uğurlarını da görməyəcəkdi. O da var. Neftçini uğuru görəcəkdi. Nifakt. Mən də razıyam. Neftçi də uğurlu olmadı. Nifakt. Bəlkə orada yaxşı 1 il saxladılar, 2 ildən sonra çıxardardılar. Qurban Qurbanov keçdi. Qurban Qurbanov edən hələ Qarabağda sistemdir də. O Neftçidə onu çıxartdılar. İnanmadılar da. Çıxartdılar. O da Qarabağda özünü tapdı. Hardan bilsən ki, Neftçi özünü tapacaqdı. Biz indi bir söz deyə Rəşad Sadıqov, Rəşad Sarcıqov, hamısı Neftçidə oynayırdı da. Bəlkə tapardı. Sadəcə olaraq Qarabağ qədər bəlkə uğurlu olmazdı. O hər şey ola bilər. Yəni o tak uğurludur. Yəni sən uğuru atırsan o biri tərəfə biraz. Mən də onu deyirəm ki, yəni mən Neftçi azarkeş olaraq, yəni mən nə dəyişərdim, mən onu dəyişərdim ki. Qoy Neftçi Avrokuboklarda oynamasın, amma Qurban qalsın və özünü orada göstərsin. Gəlsin də Qurban. İndi niyə gəlsin? Niyə gəlməsin? Neftçi onu qovdu, niyə gəlsin Neftçi? Neftçi qovdu deyəndə ki, bir klub ona inanmadı. Neftçi inanmadı çünki ona hər şey verdi. Qarabağa gələndə Qarabağ heç kim idi. Yəni çox zəif bir klub idi. Orta bab. Yəni belə bir dənə çempionluğu var idi Qarabağın. Başqa heç bir klub ona inanmadı da. Neftçidə də təzyiqlər kifayət qədər. Sən çempion olmursan, titulsuz başa vurursan, Avrokubokda birinci mərhələdə uduzursan. Hə olsun.
Yox, bir il işlədin də, bir nəticə olmadı. Ona görə də sənə istər-istəməz təzyiqlər çox olan bir komanda var. Həzər Lənkəran var, hansı ki, kalan pulu Perspektivə var. baxmaq lazımdır. Neftçi o klub Perspektiv deyildi nəyi ki, o göstərir? zaman Neftçi o klub deyildi ki, perspektivə baxsın. Perspektivə bilsən kim baxa bilər? Hələ Qarabağ. Necə ki, perspektiv götürdünüz. Neftçi hara baxmalıdır ki? Neftçi ancaq çempionluğa oynayırdı oyunu. Okeydə sən Azərbaycan çempionusan, daş üstü. Yox, Azərbaycan Yox, çempion daş olmaq üstü da o. lazımdır da. Olma. Olmadı da çempion. Olmadı, komandan Neftçi kimi dəyişdi. klub, Neftçi kimi. Onun vizyonu var, vizyon. Görürük onun vizyonunu biz. Yo, indikindən danışmıram. Mən o vaxt Qurtardı da burada. Əksi, o vaxt Neftçi 2004-2005 CSKA Moskva ilə dirəşmə, Avrokuboklarda ilk mərhələ keçmə, 2 il dalbadal. O Neftçi Azərbaycan futbolunun trendini qoymuşdu da, trendlərindən biri idi. Sonra Neftçi erməniləri utdu. Sonra getdi növbəti il final çıxdı, Lokomotiv uduzdu. Valla bu MDB kubokunuz. O Elə də onu da qardaşım yox, o vaxtki futbol Azərbaycan futbolunu ən tema bilər. MDB kuboku qazanmış. MDB kuboku o vaxt normal bir. Allah yox, CSKA-dan heç kim gəlmirdi, Lokomotivdən heç kim gəlmirdi Lokomotivdə orada. Yuri Söymənən bütün sastavı oradaydı finalda. Baxırdım da mən də burada. Yaxşı, Lokomotiv gəlməsə Paxtakor gəlirdi. Paxtakor Nə bu. Paxtakor? Həmin Paxtakor dünya çempionatı oynayacaq. Bu Azərbaycan futbolunun başını qatmaq deməkdir burada o yadına salmaq. Sənə deyirəm ki, o vaxt 2005-2006-cı illərin şeydə Kubok Sadrusada. Hə, Kubok Sadrusada. Kubok Sadrusada normal bir kubok idi. Doğrudan sənə deyirəm. Bax o vaxt Neftçi çıxdı orada. Yəni yaxşı, Rusiya klubları getməsi normal. Belarusun klubu, Qazaxıstan klubu, Gürcülərdir, odur, budur. Hamısı gəlirdi normal sastavla. Neftçi gəldi çempion oldu. Sonra Azərbaycanda uduzdu, çempion ola bilmədi. Oldu çempion Həzər Lənkəran. Oldu çempion Inter. Yəni 2 il dalbada almadı onlar. Sən məşqini qovmaq lazımdır. Yox, 1 il verdilər buna. Artıq sən 2 il arada çempion ola bilmirsənsə, deməli sən Neftçi kimi klubda çalışırsansa, Azərbaycan futbolunda Neftçidə vaxt vermirlər o vaxt. İndi də sənə deyim ki, Neftçidə çox vaxt vermirlər. Neftçi ömür boyu belə klub deyildi ki, çünki təzyiqlər var, mətbuat sənin haqqında yazır. Neftçi nömrə 1 klubdur da. İstərsən yaxşı indi uğurları, Qarabağın uğurları kölgəyə salıb Neftçi nömrə əzəmətinə deyək. Amma Neftçi ömür boyu bir nömrəli klub sayılırdı Azərbaycanda. Ona görə də Neftçinin neçə çempionluğu var? Qarabağda 11-dir. 11-dir, Neftçi 9-dur. Qarabağ indi 12 olacaq da, indi biz bilirik. 13-də olacaq, 14-də olacaq, 15-də olacaq da. Necə Neftçi nömrə 1-dir? Ha? Necə Neftçi nömrə 1-dir? Neftçi sənin üçün, mənim üçün nömrə 1-dir. Yox. Sən ölkə üçün, press üçün Neftçi çoxdan nömrə 1 deyil burada. Bizim pressamız sabah ardarda 3 il dalbada çempion olsun. Bizim pressamız Qarabağ yaddan çıxardacaq sabah haqqında. Mən onu demirəm. Mən demək istəyirəm ki, yəni tarix boyu desəydə. Məsələn indi Fenerbahçe ardarda 5 dəfə çempion olsa, Türkiyədə Qalatasaray medal baxımından da, kubok baxımından keçsə, yenə də türklər üçün bütün yəni Yaxşı, Fenerbahçe Çempionlar Liqasını tutsa. Hayır, heç kim Qalatasarayın vecinə olmayacaq, yəni impression deyirsə biz. Ancaq Qalatasaray azərkeşləri yenə deyəcəklər ki, Qalatasaray ən böyük klubdur. Necə ki Manchester United azərkeşləri hələ də fikirləşirlər ki, Manchesterın ən böyük klubu Manchester Uniteddir. Amma bu belə deyil hal-hazırda. Amma bir dəqiqə sənə deyim də, Qalatasaray ömür boyu onsa tarixdə qalacaq ki, ilk Türkiyə kuboku. Türk klubu hansı ki, Avropada bir titul. Necə ki Rusiyada məsələn CSKA Moskva. Ömür boyu hamı deyir ki, Narodna komanda Spartakdır. Amma CSKA artıq bir şey atdı qırağa. Çünki CSKA 2005-ci ildə 2008-ci titul qazandı. Çöpsüdü CSKA nömrə 1-dir də. Bu da həmin söhbətdir ki, bu dəqiqə biz Azərbaycan yəni belə ölkədir ki, uğur həmişə yadda qalır da. Amma uğursuz olduğunda Qarabağ 3 il dalbadal yəni uduzsa, heç yerə çıxmasa və digər hansı zirə məsələn olsun və yaxud da sabah olsun, hamı sabahdan danışacaq. Qardaşım, Qarabağın bu 11 il ərzində, 12 il ərzində elədiyini Neftçi 20 il, 30 il ərzində eləməyib. İndi kölgə salıb da bütün Qarabağın uğurları Neftçinin ümumiyyətlə əzəmətinə. Deyirəm əzəmətinə kölgə salıb. Çünki yoxdur da Neftçi görsənmir onun altında. Navesdir bura. Adam naves olsun. Adam naves. Kölgə başqa şeydir bura. Balkondur zətdə fərq eləmir. Yəni demək istəyirəm ki, görsənmir Neftçini. Amma mən o vaxt ki Neftçiyə qayıtmaq istəyirəm. Sən deyirsən niyə Qurban çıxartdılar da? 2008-ci il, 2007-2008. Şəxsən mən özüm o stadionda dedim, onu görmüşdüm. Nəysə Qurban son oyunu Ridlə, Avstriyalı Rid. Yəni sən onların əlində idi, okey, Zaur Tağızı qırmızı aldı, sonra Neftçi buraxdı, okey də. Başa düşürəm. Neftçi mən demək istədiyim odur ki, Neftçi yəni illər də keçsin, Neftçidə kifayət qədər təzyiqlər var da. Yəni azarkeş tərəfindən, mətbuat tərəfdən, ümumiyyətlə də həmişə maksimal zadaşlar qoyurlar özlərinə də. Ona görə indi baxırsan, hər növbəti il yeni bir məşqçi gəlir. Keçən mövsüm məsələn Qırqarçın başladılar, Samir Abbasov gəldi. Bu sadaladığın şeylər elə fikirləşirsən ki, Neftçinin lehinədir yoxsa əleyhinədir? Belə deyim, statusdur.
Status. Yox, şeydir, mətbuatın baskısıdır, davamlı Sən təzyiq. top klub sayılırsan, ömür boyu tarixi klubsan, köklü klubsan, sən öz ölkəndə, yəni yaxşı Qarabağ indi nömrə Top klub 1-də. sözünü Amma üzrəm sual işarəsi qoyalım amma yanına. top klub? Hə. Ölkədə hələ də top klubdur. Yox, top Yox, klub. ölkədə Ölkədən söhbət gedir. Və harda ən meyar tarixi nədir? klubdur, ən köklü klubdur. Hə, bunlar Və ola çempionluq bilər. sayına görə də ikinci yerdə və Avrokuboklara ilk oynamış klubdur. Onu yəni sən heç cürə çıxarda bilməzsən. Sən- Və mərhələ adlamış da ilk klub yəni Intertatoda Qarabağ sayılsa da seryoz turnirdə də yəni Neftçidir. Ümumiyyətlə yəni Neftçi məsələn MDB kuboku deyəsən futbol kimi baxırsan, amma Mecnarod ilk kuboku da Neftçi qazanıb məsələn də. Yəni sən İyi istərsən tarixi klubdur, tarixi olan bir klubdur, Azərkeş kütləsi də çox olan bir klubdur. Yəni dediyim odur. Yenə də bu klubda həmişə gözləntilər yüksək olacaq. Neftçi keçən mövsüm bəlkə 11-ci yerdə bitirsə də növbəti mövsümdən öncəsi hamı ondan çempionluq gözləyəcək. Qardaşım 11 il keçib də. Yaxşı da. Düzəlin də Hala, o klubun daxili problemidir. Amma Azərkeşdən gözlənti tamam fərqlidir. Azərkeş, yəni Turan Tovuzdan Azərkeş gözləmir ki, çempionluq məsələn də. Ya da Araz Naxçıvandan. Ya da Sabahdan. Sən Neftçi Azərkeşsən. Sən hələ də gözləyirsən Neftçi çempion olsun. Əlbəttə ki, hər il mən Yox sən gözləyirəm. yox sən gözləyirsən ki, Neftçi öz oyunu bərpa eləsin. Oyunu bərpa eləsin Və 3-4 bərabərdir, çempion olsun. Yo. Oyunu Brat, Azərbaycanda hansısa klubun Qarabağın səviyyəsinə çatmaq üçün bir 3-4 il lazımdır. Bəli, razıyam. Ona görə oyunu bərpa eləsin. Hə. 3-4 il ərzində Qarabağla mübarizə etməyə macal tapsın və sonra 2-3 ilə bəlkə çempion olarıq. Bax, strategiya budur. Strategiya Strategiya. deyil. Mən nə vaxtsa top klub olmuşam. Düzdür. Getdik. O, çünki səhv qərardır rəhbərlikdə, komanda rəhbərliyində. Belə adamlar oturub ki, hansı ki onu düşünmür. Bu legioneri alır, digər legioneri satır, növbəti il eyni şeylər Çünki davam edir. Azərkeş təfəkkürü ilə otururlar da orada. Azərkeş təfəkkür oturmurlar bu turnirdə. Niyə? Azərkeşdən indi demədin? Yox, mən Oyunu deyirəm ki- bərpa etmək, qalib gəlmək. Yox, oyunu bərpa nə deməkdir? Yəni düzgün yəni transfer etmək və bir mövsümlük yoxdur. Azərbaycan klublarının 80%-ında bir mövsümlük kontraktla bağlayırlar. Mən bəs çox maraqlıdır. Nəyə ki, yəni heç kəs Qurbanov da yəni o istedadı görmədi ki, yəni bu məşqçi istedadlıdır. Bununla biz, biz Azərbaycan çempionu zaten oluruq. Yəni Neftçini götürsək də, yəni ondan qabaq. Birinci bu il uduzduq Xəzərlənkəran, sonra başqasına Interdə uduzdular. Yoxsa Bakı oldu çempion, yoxsa Inter? Bakıda olub, Interdə olub da. Yox, dalbadal Neftçi udmalı dalbadal. Orada dalbada olmadı. Orada 1 il oldu Bakı, 1 il Lənkəran, 1 il Inter. Həmin deyəndə Neftçi 3 il dalbadal çempion olmadı. Hə, Sonra Böyük Hacıyev gəldi, sonradan çempion oldular. Sonra 3 il dalbada oldu. 3 il 11, dalbadal. 12, 13. Yes, 3 il dalbadal çempion oldu. Bax sən də deyirsən ki, Qarabağ misal üçün Qarabağ ilə klub idi ki, onlar inana bilərdilər ki, perspektivi gördülər orada da Qurbanovda. Neftçi Newjeli bir dənə perspektiv görmədiyi üçün böyle bu futbolçu sənin futbolçun olub da, sənin şərəfi qoruyub, qolları vurub, bombardirdir, nədir, odur, budur. Yəni baxmırsan ki, yəni Neftçi necə futbol oynayır. Mən açığı tam yadımda deyil Neftçi necə futbol oynayırdı o vaxtları. İki gözəl futbol oynayırdı o vaxtlar. Yes. Qurban vaxtları. Yox, pis deyildi, yaxşı idi. Sən dediyin səbəb sənədir. İndi misal üçün də indi Qurbanov milliyə keçəndə və orada o qrup ikinci yer tutdu. Uğursuz idi. Qurbanov qovdular. Qovmadılar, özü getdi. Çünki orada yəqin başa düşürdü ki, çünki onun adına hələl gəlirdi. Başqa söhbətlər var ki, imkan vermirlər. Çünki qardaşım, mən heç kəsə yəni qrupa bax, sən can, qrupa bax. Və sən Millətlər Liqasında oynayırsan, sənin rəqiblərin Kosovo, Malta, Farer adaları. Qurbanov kimi bir məşqçi o qrupadan gözü yumulu çıxmalıdır da. Kimsə deyir, biz Kosovodan harda güclüdür. Ən azından dirəşərək ikinci tutdu. Rezultatlarını bilmirsən sən necə oynamışsan. Sən təxmin dinəndə mənə necə oynamışsan. Mən yadımda da pis oynayıblar. Yadımda dəqiq Kosovoda necə oynamışıq? Kosovo pis uduzmuşuq da 4-0. Burada necəsə orada 4-0. 4-0. Atdım qırağa. Onun yadındadır. Malta'da necə oynamışıq? 0-0 deyəsən bir oyun qurtardı da. İkisi də. İkisi də. Bakıdadır. Fakt ikinci Farer adalarını tapmışıq. Okay, ikinci tutdu. İkinci yeri tutdu. Qurbanov getdi millidən. Millətlər Liqasıdır. Hardayıq birindi? Həmin yerdəyik də. Orada öldü. Biz aşağı düşmədik. Yox, o mövsüm düşmədi. İndi düşdü. Hə. Mən də deyirəm. Millətlər Liqasına düşmüşük. Millətlər Liqasında divizionda düşdük biz. Bəli. Yəni özdə mən Kosovo ilə oyunu xatırlayıram amma 4-0 oyunda. Elə bir səncədir. Mən heç kimin üstünə şey atmaq istəmirəm. Amma elə bil oyunçular deyiblər ki, oynamır. Sən oynasaydılar onsuz da Kosovo o moment təzə çıxmışdı. Mən onu deyirəm. Kosovonun səslərinə baxırsan bütün Avropanın. Mən onu deyirəm də. Sən bax sən indi özün eyni şey deyirsən.
Mən sənə üzərində indi Faberski Priom işlətdim. Sən bundan qabaq demişdin ki, yəni Kosovun dirəşmək olardı. İndi desən ki, Kosovo elə bir yerdir ki, orada nəsə eləsəydilər də uda bilməzdilər. Və eyni söhbətdir bura. Matri. Kosovo ilə oynayırsan. Mümkün deyilsən Kosovo ilə nəsə eləyəsən. Kosovo uduza bilərsən, 1-0. Ucuzda 4-0-dur. 4-0 sən. Azərbaycan futbol səviyyəsi budur bura. Xarakter nümayiş eləmədin. Sən Qurbanov da yarım il ərzində nə istəyirsən? Ay qardaş, kimdən çalışır Plus, qrupa qulaq asda 70% Qarabağın oyunçularıdır. Digər oyunçular da hamısını tanıyır. Qarabağın futbolçuları hansı ki, zamində otururlar. Qarabağdır da. Qurbanovun məşqçi karyerasını götür də. Neftçidən çıxdı, getdi, gəldi Qarabağa. 2008-də, 2008-2009 mövsümü. Neçə il buna lazım oldu ki, bu normal komanda formalaşdırsın? 4 ildə deyəsən. Yoxsa 5 il? 5 il deyək də. 2014-də ancaq çempion oldu. Avropa çıxdılar. Onu xilas edən bilsən nə idi? Onu xilas edən o idi ki, Rusenburgu tutdular. Tarixə keçdilər. Rusenburgu Rəşid Sadıqovun sonra Honkanı keçdilər və play-off mərhələsində də Twente uduzublar o mövsüm. Növbəti mövsüm yenə davam elədilər. Uduzdular Borussia Dortmundda son mərhələdə, sonra Eintracht Frankfurtda bu Avrokubok oyunları onu saxladı. O Rusenburgu orada uduzsaydı, bəlkə də indi biz davam eləməyəcəkdik. Brat, mənim nənəmin Orada sırf Azərbaycan çempionatında, yəni demək istəyirəm ki, çempion olmamışdı. Neftçi lüboy bir vəziyyətdə Qarabağı gəlib udurdu. Son məndə yadımdadır ki, Nika Kanalizada oynayırdı. Qarabağ Tofiq Bəhramın indiyə kimi yadımdadır bu oyun. Özü comeback elədi. Nika Kanaliz 2 dənə gol vurdu, uzaqdan bir dənə şəpləmişdi. Yəni yadımdadır ki, bu Qarabağ nə qədər çalışırdı, alınmırdı Neftçini udmaq o mövsümlərdə. Neftçi də orada super bir formadaydı. Bəs Avrokuboklarda Neftçi niyə oynamırdı? Düşdü də. Yox, necə deyək, ondan sonra da ki, o 5 il ərzində bir dəfə düşdü. Bir neçə dəfə Neftçi çox fantastik bir şeylə Partizana uduzdu. 15-ci dəqiqədə səfərdə Partizana 2-0 uda o da Neftçi götürdü 3-2 nəticəsi uduzdu. Burada da Bakıda normal bir uda bilərdi. Yəni alınmadı. Yəni Neftçi o Neftçi də keçən söhbət. Neftçi. Mən də hazır ki, mən də Qarabağı Neftçiniyə brata. Yox, fantastik şəkildə uduzdu. 2-0 sən udursan necə uduzarsan? Sən qolları görmüsən orada. Fantastik şəkildə biz Apoylu utduq. Bu fantastik şəkildə utduq. Niyə? Mən stadiondan mən özüm görmüşdüm. Ala qardaşım, Vobay belə 60.000 dəfə belə vursa bir xuy top. Biz nə Apoylu utduq? Çünki Apoy bütün uğurlu mövsümdən sonra hamısını satdı. Heç kim qalmadı normal. Bu adı fantastik udmaqdır bura. Fantastik udmaq bir sənədir. Bura Vobay belə sən udursan 2-0 15-ci dəqiqədə gəl 3-2 özün mənasız toplar buraxa. Buraxır. Belə bir sənə qollar buraxır. Ridlə də mənasız topları buraxdı. Ridlə bir sənə görə uduzdular. Ridlə. Çünki Zaur Tağzadə qırmızı aldı. Komanda konkret o fizikası çatmadı. 84-də qırmızı aldı. Bir dəqiqə sonra qol vurdular kəllənə 2-1. Bu Neftçidə vəbşə adətdir də. Keçən dəfə də son Avrokubok oyunlarda da biz şeylə kimlə Makabin oynayırdıq. Kimlə oynayırdıq? Qırmızı bəy qaldı. Makabi 3-3 qutardı. 3-1 udurdular. 3-1 udurdular. Oldu da. Buvaydı. Olsun da. Mən söz icazə verirsiniz biraz mən. Yəni demək istəyirəm ki, Neftçiyə mən də demək istəyirəm ki, mənim yəni şansım olsaydı mən Qurbanovu Neftçidə saxlayardım. Samirin demək istədiyim bəlkə mən də səhv anlayıram, özüm indi təsdiqləyər ya da yanılır. Mən başa düşdüm odur ki, Qurbanov burada bir misaldır. Samirin demək istədiyi odur ki, mən Neftçidə Qurbanov X bir baş məşqçi olsun. O uzun müddətli perspektivdə bir potensialın doğruldacağına inandığım adamları saxlaya biləcək bir sistem qurmaq istəyirəm. Bayaq Manchester United örnəyi özü çəkdi deyə mən ora bağlayıram. Elə bilmin ancaq Uniteddən danışa bilirəm. Sir Alex Ferguson Uniteddə gələndə 86-da. Nə gündə idi United. Fergusonun səhv eləmirəmsə sezon ortasında mətbuata verdiyi birinci intervyu oldu ki, mən bura gəlmişəm, həmin mövsümdə Liverpool 8 ya 9 titul daha öndə idi United. Hələ ki mən keçəcəm. Mən keçəcəm. Halbuki 14-cü yerdəki United-la da Sasda günündə falan və sadəcə o vizyonu var. Özü-özünə inanır ki, mən bunu eləyəcəm. Mənə elə gəlir, Neftçinin də eləməli olduğu şey budur. Sən deyirsən, başa düşürəm mətbuatın təzyiqi var falan. Neftçi rəhbərliyi eləmədik. Okey, mən hər şey tab gətirirəm. Bura inandığım söhbət Qurbanovdan getmir. Bəlkə də Azərbaycan futbolunda Qurbanovdan daha istedadlı baş məşqçi çıxa bilər. Mən onu işləyə biləcəyi burada şərait yaradıram. Mən onsuz da 11 ildir deyirsə çempion olmur da. 11 ildir çempion. 11 il yox. Neçə ildir? 4 ildir. 2021-də olub axırda. 11 il ərzində bir dəfə olub. Hə, 11 il ərzində bir dəfə çempion olmuşam. Mən 5 ilimi də bada verirəm. 5 ildə çempion olmasam da olar. Sadəcə 5 ildən sonra mənim nəticə gətirəcək sistemin toxumlarını indi atmağı öhdəliyimə götürürəm. O təzyiqlərə klub rəhbərlikləri məcburdur dözsünlər. O dözməsə nəticə vermir. Sən İngiltərəni Azərbaycandan yəni düzgün müqayisə eləmirsən. Çünki İngiltərədə həmişə vaxt verirlər.
Hər bir məşqçiyə Biz niyə vaxt verməyək? Amma Samir vermirik Abbasova də, niyə vaxt vermirik. vermədilər? Verdilər də. Nə, Samir Abbas çempion oldu. Sizi uzun ildən sonra, bir 7 il keçmişdi də, 7 ildən sonra sizi çempion edən məşqçi tapıldı. İndi Samir Abbasov da trener. Qulaq asma. Samir Abbasov. Növbəti il Avrokuboklarda zəif nəticə. Davay, baka. Sразу yox, biraz qaldı. Nə, biraz 2 ildə. Çempionada da pis idi də vəziyyət, ona görə. O da bildiyimiz siz Samir Abbasov çempion oldu. Samir Samir Abbasov kimi aldınız? Keçən mövsümdən gəldi. Zubiri aldınız. Keçən mövsümdən gəldi Samir Abbasov. Yəni ortasından deyə də noyabrdan. 1 il olacaq. Kubokda alınmadı. Çempionatda indi aşağılardadır komanda. Yəni Samir Abbasov mən bəyənirəm onun stilini. Mən bəyənmirəm ha. Amma gözlə də. Mən deyirəm ki, mən bəyənmirəm. Hə, amma onu mən görürəm ki, artıq alınmır. Yəni doğrudan mən özüm görürəm ki, artıq yəni Samir Abbasov maksimuma çatıb. Bax qardaşım. Yəni alınmır. Mən bilirsən kimi indi görürəm ki, uzun müddətli perspektiv danışırıqsa. Sən dedin sonra mən deyim. Adamı desən. Hə. Mən uzun müddətli perspektiv kimi əgər biz Samir Abbasov dəyişiriksə, mən Rəşad Sadıqovu qoyardım. Zirənin baş məşqçisi. Baba burada biz səndən fərqli Ayxan Abbasovu qoymaq istəyirsən? Yox, Elmar Baxşıyev. Hə? Elmar Baxşıyev. Bax, Elmar Baxşıyev gələcəyin başa bilirsən necə məşqçi Gasperini. Gələcəyin qurban ola bilər. Bir sənə görə. Mən fikirləşirəm ki, Elmar Baxşıyev ortabab klublarda özünü super tərəfdən göstərir. Neftçi ortabab klubu. Ona Emery fason. Neftçi indi ortabab klubudur da burası. Ortabab klubudur, amma onun şeyləri, onun elə bir şey necə sən deyim, ambisiyaları tamam başqadır da, yuxarı getmək. 9 dənə komanda ola, 8 dənə komanda olsa onun çempionatı. Elmar Baxşıyev 4-cü tutur. Balaca büdcətlə sənə super nəticə verir. Qəbələdə Sənə böyük büdcət vermirsən? Böyük büdcə vermirsən? Yox, Ümumiyyətlə Elmar Baxşıyev böyük büdcə verə bilər. Baxşıyeva, yəni hələ mən görməmişəm ki, hansısa belə açıq çeklə olsun Mən də o hansısa. deyəndə. Bax, Araz Naxçıvanla və Qəbələ ilə minimum Çox eləyib. İş yaxşı. Rəşad Sadıqov həmçinin. Sistemli futbol demirsən? Rəşad Sadıqovun futbolu yaxşı deyil. Yaxşı deyil, niyə yaxşı deyil? Burada bütün komandada müdafiə olunur. Müdafiə olunur, amma sən indiki Neftçiyə rezultat lazımdır və stili var da, dəsfəti var da. Sən bilirsən ki, Azərbaycan çempionatında müdafiə olunmaq nədir qardaşım? Zirə keçən mövsüm Avrokuboklarda oyunu uduza çevirirdi. Nə bilim, getdi normal klublara gedib budu. 3-4 top vurdu Donetsk Streda səfərdə hətta Osiyaka keçdi, axırıncı Chelsea və Volkov vurdu, penaltisinə keçdi. Mənə Elmar Baxşıyevin tərzi daha çox xoşuma gəlir. Elmar Baxşıyev yaxşı məşqçi, heç nə demirəm. Amma mən fikirləşirəm ki, Neftçiyə, həm də Neftçinin keçmiş oyunçusu olduğuna görə hər ikisi keçmiş oyunçu olub, amma Rəşad istər-istəməz kapitan da olub da. Ona görə də mən elə fikirləşirəm ki, Rəşad Sadıqovun yeri hələ Neftçidir. Hələ kim Qurban bir dənə kapitanın qədrini bilmədiniz, ikinci kapitanın qədrini bilməmək istəyirsiniz. belə baxın, o oyunçu vaxtında da qədrini bilmədilər çünki getdi Qarabağa. O vaxt. Orada bir dənə moment var idi. FIFA ona zapret qoymuşdu bir ara çünki transfer penaltisi bağlandı. Getmişdi basketbolda da oynamağa. Ona görə qaldı belə ortalıqda. Amma sonra keçdi. Sən bu xəbərin var bundan? Rəşad Sadıqov basketbol oynamağa getmişdi. Futbol oynayırdı. Azərbaycan çempionatı oynayırdı. Rəşad Sadıqov hər tərəfli insandır da, brat. O Azərbaycan basketbol yığmasının kapitanı var idi, Tahir Baxşıyev, indi də milli komandanın kapitanı, məşqçisidir. Onun yaxın dostu idi. Dedi, futbol belə bağlıdırsa gəl bizdən oyna da şeydə. Validaldə almadı ya onun transferi. Analog olmayan hekayələr ancaq bizdən. Çox futbol şeylər məşhur verişlər çəkmişdi. Avropanın verişləri də onun haqqında şey. Yəni mövzu odur ki, mən demirəm Rəşad Sadıqov pis məşqçi. Rəşad Sadıqov Azərbaycan çempionatında bəlkə də Qurbanqurbanovdan sonra ən uğurlu məşqçidir. Yəni biz uğurları götürsək, yerli məşqçilərdən götürsək biz. Amma mənə yəni все-таки yox, mən indi deyirəm. Все-таки Elmar Baxşıyevin tərzi, yəni taktikaları mənə daha uyğun gəlir. Yəni mən əgər Neftçi öz azarkeşlərinə məsəl səs vermə yaratsa və imkan versə ki, biz səs verək, təbii ki, bu olmayacaq. Mən Elmar Baxşıyevə rahat olun söz verərdim ki, bu insan gəlsin və məşqçi olsun. Şans var indi. Okey, Neftçi azarkeşləri şərhdə yazsınlar da, səni dəstəkləyirlər yoxsa Əkbər abini dəstəkləyirlər, görək nəticən olar. Amma ümumi olaraq və öz hansı bir variantlarını verə bilərlər. Və ümumi olaraq onu deyə bilərəm ki, mən bir 4 il bakalavrda, 2 ildə magistrda idarə etmə oxumuşam. Yəni sən də ola bilərsən məşqçi. Yox, şəxslərin heç bir əhəmiyyəti yoxdur, əsas olan sistemdir. İstəyirsən sən Pep Guardiola gətir, kimi sistemin varsa, o da gəlib heç nə eləyə biləcək orada. Podkastlarda bir ara yadınızdakı heyətləri, squadları müqayisə edirdik də. İstəyirəm onu qaytarım, amma belə maraqlı bir versiyada. Qarabağ 2012-13, Neftçi nə belə 15-16. Yox. Deməli,
Qarabağın bir əvvəlki heyəti 2017-18-də hansı ki bildim o. Çempionlar Liqasının 17, oynamışdı. Bir də 18. hazırki heyəti istəyirəm müqayisə edək, mövqe. Davay. Şey heç yoxsa Koxalski? %100% Kaxalski. Niyə? Heç kimi əgər o həmən Çempionlar Liqasından baxsan və ümumiyyətlə elə bir ki Qarabağın qapıçılar iyerarxiyasında heç mənim üçün bir az Şaxır üstündən yaxşıdır. Çıxışlarda həmişə непонятно oldu. Kısaca da çıxışlarda Çox zəif idi. Çox maraqlıdır. Bu uzun qapçılar çıxışlarda pis oynayanda Problem mənə var. çatmır da. Bu Donnarumma. Aslında öz çıxışda oynamaya bilərsən də, yəni. Oltay boyandır. Abi 95-sən də sən boş çıxmalısan, belə götürməlisən, çəkməsən, çox Gəzə gəzə. qurtarmalısan. Məncə onlara məşqçilər və belə qapçılara basketbol məşqləri öyrətməlidirlər. Reboundla götürməyə söhbəti var basketbolda. Okay, müqayisə predmeti kimi ümumi soruşuram. Kaxalski. Yox, bu heç cavab aydın. Fərhad Vəliyev necə qapıçı idi biz? Öz zamanı üçün Fərhad Vəliyev əla qapıçı idi. O vaxtın 2007-ci, 8-ci illərdə ölkədə nömrə 1-dir, sonra Kamran Ağayev gəldi. Amma bəs ikisi Ağayev öldü. Yəni Ağayev məncə daha yaxşı idi. müqayisə Kamran Ağayev. Məsələn, ümumiyyətlə Azərbaycana legioner qarışıq Kamrandan güclü qapıçı gəlmir. Okay. Yəni Azərbaycanda oynamır bundan güclü qapıçı. Tamam. Yaxşı keçək. Bəlkə də daydaylar deyəcək Kramarenko zət. Yəni mən gördüyüm Kramarenko, yəni Biz Kramarenko ata. hər şeyi buraxırdı ya, oğul deyirəm. Hər şeyi buraxırdı. Nə vurdular Neftçiyə girirdi də. Okay, keçdi onda. Maksim Medvedev yoxsa Mateusz Silva? Mateusz Silva. Mateusz Silva. Okay. Bədavi Hüseynov yoxsa Bəhlul Mustafazadə? Biz üzrsən, Bədavi Azərbaycanlı idi, yoxsa milliləşdirmişlər? Milliləşdiririm. Hə. Dağıstanlıdır. Dağıstan. Mən yəni Bədavi ümumiyyətlə mən istərdim ki, Bədavinin o möhtəşəm bir pası Azərbaycan klub futbolunun tarixinə yəni belə həkk olunsun. Qızıl hərflə. Braqa. Kimə bas? Braqa. Mən orada hələ Vovuzela getmişdim. Mən hələ o qapının arxasındaydım. 120-ci dəqiqə gedir. Aha. Qırmızı vərəqəsi var Qarabağın. Aha. Yəni heç kim Abastrayeviçə pas vermək istəmədi. Tembol indi Yankoviç yıxıblar. Orada bizim bir dənə oyunçumuz Nəriman qabaqdadır. Yankoviç yerdədir, spor eləyir Suziya ilə. Bədavi 120 dəqiqədə top bir dənə saxlayıb, bir dənə Naves, Nərimana qol. O başqa bir oyunçu bəlkə də saxlayardı, gözləyirdi, penallaşma yaxşıdır zad ora. Bu da pas verdi. Oradan deyirəm, Bədavi karyerasının ən möhtəşəm hərəkəti. Çoxları ümumiyyətlə Keyfiyyətli görüntüsünü tapsam verəcəm buralarda. oradan mən eşitmişəm ki, futbolçular arasında ümumiyyətlə çoxları deyir ki, Rəşid Sadıqovdan sonra Azərbaycan millisində, Azərbaycan çempionatında oynayan ən güclü zaşitnik Bədavi. Yəni Bədavidən güclü müdafiəçi olmayıb. Hal-hazırda Qarabağda oynayır. Hə, plus keçən mövsüm senator. Bədavi də oynamamalıydı keçən mövsüm, çünki Medina zədəli idi. Hə. Bədavi qocalıb axı oynamamalı, amma veteran olaraq çıxdı və Rəkbərin dediyi elədi. Ona görə Bəhlula ilə tezdir Bədavi. Respekt onda Bədavi Hüseynov buradan. Rəşad Sadıqov yoxsa Medina? Sadıq bəyan. Belə deyim də. Sadıqov bir uzaqdan cəlbə Gənc zərbəsi Rəşad qol. Sadıqov. Gənc Rəşad Sadıqov. Yox, məncə bu sezonla müqayisə edirik. 2017-18 sezon Rəşad Sadıqov yoxsa Yox, onda 2024-25 Medina Medina deyərdim. Hı? Bu mövsüm deyirsə Medina. Sən deməli. Medina. Oho. Bu bilmirəm, bu axırıncı oyunundakı nəticəsi, performansı bu sizin seçiminizə təsir edir yoxsa yox? Elvin? Ansi Agolli yoxsa Elvin Cəfərquliyev? Yox, burada neçə dəfə də desən, Ansiagol, həmin mövsüm Ansiagol vəbş möhtəşəm idi. Məncə Marozdur, Elvin. Okay. Ansiagol əjdahaydı amma. Amma Elvin mən bilmirəm niyə görə bura. Yəni baxanda da məsəl üçün Elvin qırmızı kart aldı. Həmişə deyəcək ki, niyə də? Amma nəsə mən hər dəfə baxanda Elvin Cəfərquliyeva mənə elə gəlir ki, yəni mən də məşqçi olsaydım, mən də onu oynadardım. Prosta Ansiagol ümumiyyətlə tarixi bir adamdır bizim çempionat ümumiyyətlə. Nəyə görə deyirəm? Ən yaxşı legionerlərdən biridir. İlk oyunçudur ki, Azərbaycan çempionatına Avropada oynayır. Avroda debüt eləyib özü də kapitan kimi. 2016-da Avroda Albaniya oynayanda o debüt eləmiş, həm də kapitan olmuşdu. Yəni oradan Ansiagol çox böyük. Okay, sən Ansiagol deyirsən, sən Elvin deyirsən. Prosta sırf 2017-ci Ansiagoldan söhbət gedirsə, yox, həmin sezon ona görə mən Elvin Cəfərquliyev deyirəm. Çünki bu sezon Cəfərquliyev 17-18 mövsüm Ansiagol cındır zad idi. Yox, cındır zad deyil, bomba idi. Mən Elvin deyirəm də. Okay, tərəf keçdi. Patriot. Buna deyirlər tərəf keçdi. Okay, başa düşdüm. Burada müəyyənləşdirə bilmədik. Burada şərhə izləyicilər Patriot, Medina sən deyirdin deyə. Patriot.
O başqa məsələdir. Okey, keçək yarım müdafiə xəttinə. Mən yarım müdafiə xəttinin 3-3 tandemləri oxuyacağam sizə. Tandem də yetmir. Üçlünə gedir. Trio. Trioları oxuyacağam. Oradan özünüz cütləşdirib, tandemləşdirib seçərsiniz. Çünki biz o vaxtda mövqelər də biraz fərqli. 2-1 oynayırdı, indi isə 1-2 oynayırdı, yəni. Üç bucaq nabarot. Deməli 2017-18 mövsümündə Qarabağın Çempionlar Liqasında ən çox davamlı oynamış üçlüsü belədir. Yarım müdafiədir. Richard Almeida, Qara Qarayev, Michel. Bu mövsüm isə düz 2 oyun oynayıb, amma reytinqlərə əsasən Bikalyo, Yankovic və Kadi görünür. Onu mən belə eləyim. Michel, Kadi, Yankovic. Ha, okey. Razıyam səndən. Michel, Kadi, Yankovic. Baxmayaraq ki, mən Bekalyonun böyük vurğunuyam, amma Bekalyo cəmi 2-3 oyun oynayıb da. İndi biz Bekalyo tam olaraq şeydə də yox idi də. Qarabağın təslimat mərhələsində də yox idi. Birincidən başlayıb. Shelbourne'un oyundan ucu var idi. Düzdür. Shelbourne'un oyundan ucu var idi. Nə oldu dəyişik? Əgər biz bu oyunu işte Michel çox yaxşı idi. Super idi Michel. Bizdə Michel İspaniyadan gəlmişdi. Yaxşı dəmişsə qalsın. Yankovic, Michel, Kadi. Okey. Keçək onda sağ wingerlərə. Pedro Henrique yoxsa Leonardo Andrade? Leandro Andrade məncə. Məncə də Leandro Andrade. Okey, Pedro Henrique bəlkə də Leandro Andrade. Pedro Henrique o vaxtı üçün olub, bir dənə qol var. Yəni statusu da var idi, Paukdan gəlmişdi. Okey. Leandro. Sol winger. Mahir Mədətov, bilmirəm, orada soyadı Emre'li dəyişmiş yoxsa Mədətov gedir? Orada Mədətov idi. Mahir Mədətov yoxsa Abdullah Zubir? Zubir. Mədətov yeganə futbolçu ola bilər ki, bir soyadla debüt edib, sonra da Okey, onda forvardlar. Dino yoxsa Duran? Yox, Cino, Duran. Cino çox əla forvard idi. Düzdür, biz qoca gəlmişdi bizə. Amma çox əla. Mən düzdür, Qarabağ toxuş görünür qoca. 35 yaşı var. Niyə tənə bax 35, 42. Avropada oynayan Qarabağ heyətlərinin həmişə yaxşı forvardlar olub məncə. Nə, kimdə? Avropada oynayanda Qarabağın həmişə yaxşı forvardlar olub. Innocent Emigar. Yox, Junior var, Reynaldo var. Reynaldo. Reynaldo zəifdir Junior məncə. Yox, overall da və həmin mövsüm. Reynaldo öz vaxtı üçün Reynaldo pik idi, bura məsələn. Var idi, çox. O zamanlar Reynaldo'nun güclü, Reynaldo'nun səviyyəsində olan legionerlər ancaq Flavinho idi, bir də şey idi də. Canales. Yəni o razılaşdın. Dani Quintana da var idi. Dani Quintana zamindən çıxır. Zor oyunçuydu. Dani Quintana çox əla oyunçuydu. Prosta Dani Quintana da elə bir xrustaldan düzəldmişdilər. İnsan bir oyun oynayırdı, 2 dənə qol zad vururdu, assist eləyirdi zad. Vəsə yarım il getdi. Sonra yenə bir oyun, yenə yarım il getdi. Bu necə futbolçu oldu mənə çatmadı. Brahim Diaz oxşayırdı belə balaca. Okey, bizim seçimlər belə oldu. Dediyim kimi şərhdə də siz öz seçimlərinizi yaza bilərsiniz. Biz də yavaş-yavaş keçək quizə. Quizin mövzusu da yəni Qarabağla bağlıdır. Son 10 ildə Qarabağ forması ilə ən çox qol vurmuş olan futbolçu. Başla. Başlayaq. İnşallah. Mən açıq burada səndən şou gözləyirəm. Çünki Samir mən bilən milli şeydə oxudu izləmir deyə. Gör Samir nə edir? Ramil Şeydayev. Yoxdur siyada. Bombardier olub. 11-ci yerdə idi. Bombardier olub. 11 ya 12-ci yerdə idi Ramil Şeydayev. Deməli. Kadi. Kadi 10-cu yerdədir. 108 oyuna 37 qol vurub. Onda Zubir. Zubir 1-ci yerdədir. 325 oyuna 72 qol vurub. 325 oyuna kəsilib. 2018-də gəlmir o Fransada. Döyüşdü sana. Bu başa şey 7 ildə oynayırdı o. Qarabağda Azərbaycan çempionatında 90-cı ildə qol vuran yox idi. Son 10 ildə deyil. deyirəm qardaşım. Gözlər kimi. Ona görə mən hələ bilirdim, mən Ramil Şeydayev və Mırta demişəm burada. Qayıbullah deyil. Emrəli. Mahir Emrəli 2-ci yerdədir. 187 oyuna 68 qol vurub. Emrəli ilə nə qədər vurub, Mədətlə nə qədər vurub. Onu bilmirəm. Onu özündən xahiş edə Instagrama yazsın. Neçənci yerdədir? 2-ci yerdədir. 187 oyunu 68 qol vurub. Çox azdır burada. 187 oyuna 68 qol. Sən bu Azərbaycanda oynayırsan da sən. O nə vaxt gedir? 2016-da desə Neftçidən alırlar da onu. Neftçidən yox, Bakıdan. Bakıdan. Davay. Deyək. Son 10 ildə. Juninho olsun. Juninho 9-cu yerdədir. Kaçdan çoxdur? 81 oyuna 41 qol.
Oyun başına gol onda ən yaxşı reytinq Juninho'dur. Juninho çünki Azərbaycan çempionatında Simçiko kimi vurdu qolları. Hələ yarısını oynamırdı onsuz da. Ləpək mi? Reynaldo. Reynaldo siyahıda var. Reynaldo 4-cü yerdədir. 133 oyuna 60 gol vurub. Onda da var Richard Almeida. Richard Almeida da 3-cü yerdədir. 359 oyuna 63 gol vurub. Leandro Andrade. Leandro Andrade. Ben deyib bellət. Yaxşı. Okey, bundan sonra sən ikisindən deyərsən. Leandro Andrade 5-ci yerdədir. 176 oyuna 48 gol vurub. Ben biraz belə 6-7-8 qaldı. biraz belə bir oyuncu var idi. Onu demək Gəncdə istəyirəm. olan Innocent Emigara. Innocent Emigara siyahıda yoxdur. Heç belə də tanımırsan onu. Bəli, Baxın. əlbəttə. Amma seriyada o Bu gəldi. bir neydi böyle? Reklamlar. Mən Seriyadan bilirəm. gəlir. Bak şu Mən belə bazardan futbolçuları tanımırsan. tanıyıram, uşaqlar. Onda olsun. Cino'nun o. O da yoxdur siyahıda. Həcin 1-2 il oynayım da, ne burası? Resta. Özü birisi Cino vurur. Sonra gəlir bir şey. Özü də kommentləri. Anan gül balası. Əfran İsmailov. Yoxdur Özü siyahıda. Dani Quintana. Dani Quintana 7-ci yerdədir. 149 oyuna 42 gol vurub. 149 oyun oynayıb ola. 8-ci yerdəki futbolçu da 42 gol vurub. Amma oyun sayı daha çoxdur deyə Quintana'dan. O 8-dədir, Quintana 7-də. 7-ci yerdəki futbolçu ilə bağlı bir zümzümə elədim. Mahnı görüm tapa bilirsiniz. Qaldı bizdə 6 və 7-ci yerlər. Bunların biri izləyicilərin payıdır. Sizə qalır bir dənə. Vuqarın familiyası Nadirov. Vuqar Nadirov. Yoxdur siyahıda. Onun məzəsi Vuqar Nadirov 10 illik şeydi forward olurdu. Gol vura bilməyib. 18-17 ilə oralarda bir yerdəydi. O Musa Qurbanlı olmaz da. Hələ gənc yoxsun Nəriman. Çox gəncdir. Ya Musa ya Nərman. Ay Musa Bombadil oldu 22 golla zadına. Olmayıb da bir gol şey də ondan. Gəl spora. Musa var bu spiskdə. Əgər şeydə Gəl spora. yaxşı dinə. Problem. Musa Qurbanlı. Musa Qurbanlı siyahıda var. 6-cı yerdədir. 111 oyuna 43 gol vurub. Necə şey də yoxdur? Məzən sən. Vurmur da şeydən gol vurur. Valla şeydən həmin mövsüm şeydən daha çox gol vurdu. Bir gol Kimdən? Musa Qurbanlıdan. Necə? Valla Musa da- 22 sezonu vardı ki 22 gol vurub. Hadi 23 də şeydə vurub da. Şurada bitirib də orada 23 vurub sonra qurtardı. Ha şeydə Musa'dan daha çox oynayırdı Qarabağda onu deyirəm. Sonra vurmurdu da burada. Okey, qaldı Musa da getdi Cürü Qardına. Orada sayılırdı. qaldı 8-ci yerdəki futbolçu. Onun da kim olduğunu buraxaq izləyicilər. O qədər restoran, kafe, papanın gül balası oxudum altdan heç söz tutmadım. Bu həftəlik də bu qədər əziz izləyicilər. Sonda sponsorumuz Dongfengə təşəkkür edirik. O Dongfeng hansı ki 1969-cu ildən etibarən 69 deyəndə gülmək. 1969-cu ildən etibarən bizimlədir. Onlara bir daha təşəkkürlər. Sizə də təşəkkürlər. Öpürəm, bağrıma basıram. Bağrıma basıram. Thank you very much. Gəlin görüşlərə dək. Elmar Baxşeyev gəldi. Hezbollah